Salam dostlar, Ayvazoğlu TV efirdədir. Sizinlə mən Şahəddin İlxan Mayıloğlu. Bugün nədən danışacağıq? Düzün deyim ki, yəni 2 gündür bu şəbəkələrdə bir nəfər oynayır belə şirin-şirin, belə altına yazıb prokuror falan, polkovnik, yəni böyük ziyalı falan. Düzün deyim ki, belə baxdım, bu kimdir ki, bu belə deyim, bir maraqlanım görüm bu kimdir və maraqlandım və istəyirəm sizə də bir onunla bağlı danışaq, həm də keyfiniz açılsın. YouTube bizi cəzalandırmasa yaxşıdır. Deməli dostlar, niyə mən istədim ki, bundan bağlı? Yəni əgər deyək ki, hər bir insan məsələn deyək ki, öz xanımının ad gününü təbrik edə bilər, restoranda nəsə keçirə bilər. Heç kim buna deyək ki, nəsə bir qurb qoymaq, nəsə demək haqqı belə yoxdur. Mən də düzün deyim ki, o nöqteyi nəzərdən mən də bir söz deməyəcəkdim, amma həmən bu axırdakı o ilhamla irəli sözü olmasaydı. Bıxağından yağdamır, yekə kişi utanmır, nə bilim vallahi. Sadəcə olaraq, yəni o nöqteyi nəzərdən dedim yox, bundan ha. Deməli yazır, hörmətli xanımlar və cənablar, Respublika ictimaiyyəti tərəfindən hörmətlə qarşılanan böyük ziyalımız Azərbaycan Respublikası Baş Prokurorluğunun polkovniki, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizədə Dövlətə Dəstək Şurasının sədri, Azərbaycan Yazıcılar Birliyinin üzvü, ictimai siyasi xadim Məmməd Əliyev ailə üzvləri ilə birlikdə Darçın restoranında Adilə xanımın ad günündə iştirak etmişdir. Ürək sözlərini söyləmişdir. Gözəl rəqsi ilə ailə üzvlərini və qonaqları sevindirmişdir. Biz də Adilə xanımı ad günü münasibəti ilə təbrik edirik, buna söz yox. Amma indi gəlin bu Mamet müəllimlə özünün dediyi kimi Mamet müəllimlə tanış olaq dostlar. Bir anlıq o Sovetlər ab-havasını xatırlatdı, nəysə. Deməli, Mamet yox, Məhəmməd Əliyev və İlhamla irəli. Deməli dostlar, deməli bu hələ bu 8-10 yaşları olanda Heydər Əliyevdən görüşüb və Heydər Əliyev bundan soruşub adın nədir? Bu da deyib ki, Mamet. Heydər Əliyev bunun başını sığallayaraq deyib ki, sən Mamet yox, Məhəmmədsən. Sənin adın Məhəmməddir. Və bütün bu faciələr də bundan sonra başlayır. İlhamla irəli getmək. Deməli, Azərbaycan Respublikasının Baş Prokurorluğunun polkovniki, Azərbaycan Yazıcılar Birliyinin üzvü, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin imzaladığı 3-cü zəmanət məktubu ilə müstəsna halda Dövlət Neft Şirkətindən Azərbaycan Respublikasının Baş Prokurorluğunun aparatının prokuroru təyin olunan generallar Həzi Aslanov, Səməd bəy Mehmandarov adına Qızıl medalların mükafatçısı, Bakı Karate Do Akademiyasının fəxri prezidenti, Azərbaycan Vətən Müharibəsinin böyük zəfər xatirə medalına layiq görülmüş 7-12-2023-cü ildə Azərbaycan Respublikası prezidentliyinə keçirilən seçkilərdə prezidentliyə namizəd, biri 9-cu ay 2024-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə deputatlığa namizəd olmuş ictimai siyasi xadim, hazırda Azərbaycan Respublikasının korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə Dövlətə Dəstək Şurasının sədri Məmməd Əliyevi siz də tanıyın. Bəli dostlar, gəlin tanıyaq.
Zamanəmizin mehmanı, prinsipial prokuror. Yəni bildiyinizdə mehman söhbəti nədən gedir? Mehman deyəsən bizim Mirzə İbrahimovun idi də o. Mirzə İbrahim Mehman romanının motivləri əsasında çəkilən, ola bilər müəllifin adını da səhv edəyərəm, əgər səhv edəsəm məni bağışlayın və yaxud da bilən varsa düzəlsin. Deməli, ondan doğan güya ki, bu bəs Məmməd bəy mehman, yəni bugünkü zamanəmizin mehmanıdır və korrupsiyaya qarşı mübarizə aparır və bunun ən böyük fəaliyyəti də məhz İlhamla irəli. Baxın, korrupsiya ilə mübarizə aparır, həm də İlhamla bir yerdədir. Təsəvvür edin. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin imzaladığı zəmanət məktubları ilə müstəsna halda 36 yaşında prokuror təyin edilən, 21 ildən artıq qüsursuz olaraq prokuror vəzifəsində işləyən prokuror, ədliyyə müşaviri Məmməd Əliyev baş prokuror Kamran Əliyevi qiymətləndirərək Azərbaycan Respublikası Baş Prokurorluğunun xüsusi müsadirə məsələləri üzrə məsələlərlə əlaqələndirilməsi idarəsinə, deməli, qoy bir də onu dəqiqləşdirək, prokurorluğun xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinə prokuror təyin edilsin. Və bu dəyərli ziyalımız, layiqli şəxsiyyəti siz də tanıyın. İlhamla irəli və bütün hallarda İlhamla irəlidir, dəxli yoxdur. Deməli, keçək, deməli, Azərbaycan Respublikasının baş prokuroru General Polkovnik Kamran Əliyev Milli Məclisə namizədliyini təsdiq olunmuş veteran prokuror Məmməd Əliyev haqqında əmr imzalamışdı. Məmməd Ağalaroğlu Əliyev Azərbaycan Respublikası prokurorluğunda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan tam istifadə etmək hüququna malikdir. Vəsiqə müddətsizdir və 2-8-2024-cü il tarixindən Azərbaycan Respublikasının ərazisində qüvvədədir. Deməli, həmən bu Məmməd Əliyev, dostlar, məsələ burasındadır ki, yəni Kamran Əliyev Respublikanın baş prokuroru, baş quldurlarından biri, yəni təsəvvür edin, baş rüşvətxorlarından biri və məhz korrupsiya qarşı mübarizə idarəsi yarananda birinci orada məhz korrupsiyanın başında duran bu Kamran Əliyev təsəvvür edin. Bugün baş prokuror kimi deməli Məmməd Əliyevi deməli deputatlığa namizədliyini verir, ona və belə bir səlahiyyət verir, dostlar. Və nədən məsələ burasındadır ki, deməli hələ deyək ki, cəhbənin vaxtında, ondan əvvəl də deyək ki, deməli bu Kamran Əliyev güya ki, repressiyalara məruz qalıb. Belə də yazırlar, deməli, nəyə görə? Bəs Heydər Əliyevin tərəfini saxladığına görə, Heydər Əliyevi təriflədiyinə görə və öz oğlu olanda oğlunun adını da İlham qoymaqla təsəvvür edin. Hörmətli baş prokurorumuz General Polkovnik Kamran Əliyev, möhtərəm prezidentimiz cənab İlham Əliyev sizi baş prokuror təyinatınız Azərbaycan prokurorluğuna bir müdriklik, bir bərabərlik, bir humanistlik, bir sağlam mühit, başlıcası bir şəffaflıq gətirmişdir. Siz bugün 18-11-2025-ci il 60 illik yubileyiniz münasibəti ilə biz Əliyevlər ailəsi olaraq təbrik edirik. Bu şərəfli yolda sizə can sağlığı, ailə saadəti, qələbələr arzu edirik. Hörmətlə Azərbaycan Respublikasının baş prokurorluğunun polkovniki, Azərbaycan Respublikasının korrupsiya qarşı mübarizədə dövlət Dəstək Şurasının sədri Məmməd Əliyev. İlhamla irəli. Təsəvvür edin və bununla da mən, əziz dostlar, deməli, həmən bu Məmməd Əliyev əvvəllər Azərbaycan neft şirkətində işləyir, yəqin ki, siz müəyyən. Deməli, orada İlham Əliyev bunu təsəvvür edin, birbaşa deyək ki, 36 yaşında mən sizə oxudum.
bunu prokuror Respublika, Azərbaycan Respublika Prokurorluğunun deyək ki, prokuror təyin edir. Yəni daxildə prokuror kimi hardasa işləyir, 21 il nə bilim qüsursuz filansız və həmən dediyim kimi bu da yəqin ki əvvəl mühəndis kimi deyək ki neft şirkətində çalışır və İlham Əliyev də yəqin orada o vitse-prezident işləyəndə bundan tanış olub və bunun belə həmən o yaltaqlığı, o girməyinə filanına görə bunu gətirib prokurorluğa və prokurorluqda da buna böyük leytenant kimi gəlib, təsəvvür edin, 21 ildə podpolkovnik olub. Polkovnik, leytenant təsəvvür edin. Həmən bu Məmməd Əliyev. Və indi isə gəlin davam edək. Mən bundan o tərəfi sözü Mirzə Sakitə verirəm. Necə gedək biz İlhamla irəli? Və rüşvətsiz prokurorluq filan zad deyir Məmməd Əliyev və özü də İlhamla irəli getmək istəyir. Ölkədə bir nömrəli rüşvətxor, bir nömrəli korrupsioner İlham Əliyev isə ikinci nömrə Kamran Əliyevdir. Hansı ki, bilirsiniz ki, Kamran və deyək ki, bu təhlükəsizlik naziri bunlar artıq 200.000 dollar bir nəfərdən rüşvət almaqları məsələsi təsdiq olunur və bilirsiniz, Allaha şükür bunu və görək İlhamla irəli getmək olar mı? Sinəmdə arzular doludur dolu, ay elimin böyük ziyalı oğlu, sən gələcəyin işıqlı yolu, xalqın sevimlisi İlham qardaşı. Dədə, ay dədə, bəlkə İlhamla irəli gedək. Yapın yolu dağlı daşlı dərəli, necə gedim mən İlhamla irəli? Zəncirlər düzülüblər qabaqda, deputatlar Pirquluda damaqda, səs verənlər yamaq üstdən yamaqda, döyəcləyir bir başıdır bir əli, necə gedim mən İlhamla irəli? Ölü gorda, diri torda kütləşib, fil bir idi şov qəriblər cütləşib, Azərbaycan başdan başa bütləşib, haray salır maştağalı zirəli, necə gedim mən İlhamla irəli? Beşilliyi yola verdi qosplan, korrupsiya, rüşvətxorluq, baş plan, didişdirir bir-birini 5 klan, kökü çürüyü, meyvələri şirəli, necə gedim mən İlhamla irəli? Haqqı deyən öz dilindən oxlanır, aslan kimi oylaqlarda ovlanır, İlham özü sağ solundan xoxlanır, dörd tərəfi köhnə bitli bir əli, necə gedim mən İlhamla irəli? Əsəblərim çəkiləndə tarıma, qul bazarı yaman gəlir karıma, 5 uşağa, bir də bəxtsiz qarıma, ev tutmuşam qazamatda kirəli, necə gedim mən İlhamla irəli? Bəli dostlar, bax bu mən təbii məsələdir ki, Allah Mirzə Sakitə can sağlığı versin. Mən ondan balaca bir hissəni sizə xatırlatmaq istədim, ona görə verdim ki, yəni həmən bu Məmməd Əliyev təsəvvür edin dostlar. Mən bunun bu restoranda oynuyor, yoldaşına ad günü falan zat keçirir. Buna qəti mənim etirazım yoxdur. Sadəcə olaraq mən bir şey deyim ki, hələ deyək ki 1000 ildən biraz artıq vaxt olar ki, Həzrət Əli təsəvvür edin, deyirdi ki, yalan insanın şərəfini yox edən ən səssiz fəlakətdir. Təsəvvür edin. İnsanın şərəfini yox edən ən səssiz fəlakət. Yəni, yalancıda şərəf olmaz. Yəni, o nöqteyi nəzərdən məhz İlhamın da həqiqi mənada, yəni əgər biz Həzrət Əlinin bu sözlərinə söykənsək, bilirik ki, İlham Əliyevin nəfəsi də yalandan gedir, gəlir və o şərəfsiz bir adamdır, təkcə özü yox, ətrafındakılar da və bu Məmməd də təbii məsələdir. Mən inanın yenə deyirəm ki, onun ailəsindən haradasa o Tarçın restoranında falan da ad günü, xanımının ad gününü keçirməsi falanı məni qəti narahat eləməzdi. Baxın, məni narahat eləməzdi, bax bu olmasa. Danışırsan, qorxa-qorxa danışırsan ki, vay indi gəlib bizi apararlar, vay nəsə dedik. Yox, amma elə deyil. İnsanlar öz
əziyyətini bildirməlidir. Belə olmaz. Biz Azərbaycan varlı dövlətdə yaşayırıq. Bizim neftimiz, qazımız, amma biz dolanışığımız yoxdur. Qazandığımız maaşla gedir işığa, suya, qaza, nə bilim, ora, bura, əlimizdə işinə qalmır. Heç nə eləyə bilmirik. İnansız, mən hər səhər Allaha and olsun həvəslə yuxudan ayılmıram. Ki, bir həvəslə, bir ruhla ayılım. Heç bir həvəslə mən ruhla ayılmıram. O qədər dolanışıq pis olub, vəziyyət pis olub ki, insanlar həvəslənib, insanlar belə ölməyə daha çox can atır. Baxın dostlar, əgər bu lent olmasaydı, bu Məmməd Əliyevin məni narahat eləməzdi belə yekə-yekə çıxıb əlini qaldırıb oynaması və orada yazılması ki, İlhamla irəli. Ölkəni bu qədər şərəfsiz, bu qədər ləyaqətsiz, bu qədər hörmətsiz eləyən bir insanın yanında durmaq, hələ orada belə böyük yekə-yekə yazmaq ki, böyük siyalı falan düdüyün biridir. Deməli, 23-cü ildə prezident seçkilərində İlham Əliyevi deyək ki, tək qoymamaq üçün gəlib namizədliyini verib. Mən birinci dəfə gördüm bu Məmməd Əliyev. Ondan sonra da 24-cü ildə baxın, 24-cü ildə deputatlığa namizəd verib. Şərəfsiz, sən bunu yaxşı göndərirsən ki, get namizədliyini verib, bu da gedir sənin xətrinə, heç olmasa qoy deputat olsun da. Təsəvvür edin, həmi deyir, get namizədliyini ver, həm də deputat qoymur. Yəni İlham Əliyevin də məhz bu şərəfsizliklər var. O nöqteyi nəzərdən deyirəm ki, və mən fikirləşirəm ki, dostlar, inanın, bu xanımın daha çox haqqı var. Həmən o Darçın restoranında ad gününü keçirməyə, yaşamağa, nəinki həmən bu Məmməd Əliyev və onun deyək ki, o təbrik elədiyi Adil